uşaq zəng vurdu ki, atanla anamın arasında söz-söhbət yaranıb. Kürdəmirdə ailə münaqişəsi baş verib, ər-arvada 10 bıçaq xəsarəti yetirib. Hadisə rayonun Sorsor kəndində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində kənd sakini Nizami Hüseynov həyat yoldaşı 31 yaşlı Sara Hüseynovaya bədənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti yetirib. Ağır bədən xəsarətləri alan yaralı dərhal yaxınların köməkliyi ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına çatdırılıb və dərhal əməliyyat alınıb. (14 10 ay 2025-ci il tarixində saat 05:30 radələrində Kürdəmirdə baş verən bıçaqlanma hadisəsi səbəbilə xəsarət alan bir nəfər Kürdəmir rayon Sorsor kənd sakini 1994-cü il təvəllüdlü qadın cinsli şəxs Kürdəmir rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Ona döş qəfəsinin arxa divarının kəsilmiş yarası diaqnozu təyin edilib, pasiyent dərhal əməliyyata alınıb. Hazırda müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsinə davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil. Qeyd edək ki, cütlük 14 ilə yaxındır ailə qruplar və onların bu evlilikdən 2 az yaşlı uşaqları var. Hadisəni törətməkdə şübhəli bilinən Nizami Hüseynov 10 ildən artıqdır ki, en sayılı hərbi hissədə gizir kimi çalışırdı. Nizami Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Necə olub hadisə? Gecə saat 4-ün yarısı bizdən telefon əlaqəsinə çıxdı. Uşaq zəng vurdu ki, atanla anamın arasında söz-söhbət yaranıb. Mən də qısa vaxt özümü lazım olan yerə çatdırdım. Getdim gördüm ki, bizə bunların arasında söz-söhbət olub, bıçaqlaşma hadisəsi olub. Dərhal lazım olan qurumlarla əlaqə saxladım, məlumat verdim. Kürdəmir rayon polis şöbəsinə məlumat verdik. Və xəstəni dərhal özüm çatdırdım xəstəxanaya. Şükür Allaha əməliyyatdan çıxıb. Hər şey yaxşıdır. Allah şəfasını versin. Əvvəllər də olub bura? Əvvəllər ailə münaqişəsi. İndi mən yaşayış yerim ayrıdır. Mən bir neçə dəfə mən eşitmişəm ki, aralarında söz-söhbət olub. Belə nə deyim, yəni qismət talih ilahi belə yazılmış, belə də olub. Allah xəstəmizə şəfa versin. Əsas odur ki, xəstəmiz yaxşıdır. Hər şey yaxşıdır, şükür Allaha. Hazırda faktla bağlı Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Nizami Rəsulov, Aqil Əsadov, xüsusi olaraq Denaz TV üçün.